insan geri həvəsdən düşməsin. Adicə bir işıq gələn yerə görəndə o işıqdan güc alsın. Enerji almaq olsun. Enerji almaq olsun. Biz Əhsən müəllimin, Allah onu rəhmət eləsin, bu il 100 illiyidir. Bir qəribə sözü vardı. Elə vaxt olurdu, o dövrdə hələ. Bizi 6 ayla efirə buraxmırdılar. 6 ay qadağa qoyurdular bizə. Kimlərsə tanışdığına nə edirdilərsə, bizim ansamblı qoymurdular efirə. Amma biz məşqimizi vaxtında eləyirdik. Səs yazılarını yazırdıq. Hər işimiz qaydasında idi. Əhsən müəllim deyirdi ki, o ki, hörmüçəyinin bir sapı var, görsən, ağaca ilişib, heç kəs görmür. Bəli. Amma qırılmayıb. Yavaş-yavaş ondan tutub çıxmaq lazım. Ümid. Yuxarı, bəli. Biz də elə qalxırdıq və yenidən gəlib öz yerimizdə otururduq. Deyirlər, ümid sonda ölür. Düzdür. Son nə zamandır ki? Son insanın nəfəsi gedib gəlməyən vaxt. Onda da ümid ölsə nə olacaq, ölməsə nə olacaq? Bəli, əslində də odur. Bilirsiniz, mən həmişə deyirəm ki, bir adama sağlığında qiymət verin ki, o adam bəlkə öz yerini bilmir. Məsələn, mən hara getsəm, istər toya gedim, evdən uzaq yasa gedim, bir yığıncağa gedim, çalışıram elə yerdə oturum ki, mənim üçün çıxıb getmək rahat olsun. Maraqlıdır. Amma bəzi yerlərdə məni bilməyərəkdən, güclə apardılar, yuxarı başda əyləşdirirlər. Amma mən özümü orada görmürəm. Adam var, şəkil çəkdirəndə gəlir, qabaqda dayanır. Mən o qədər xarici ölkələrdə olmuşam. Axtarsam belə 10-15 dənə bəlkə şəklim ya olar, ya olmaz. Həmişə çalışmışam ki, kimisə verim qabağa, mən ondan sonra dayanam.